Sonra pin istəyir. Nə istəyir? Pin. Siz bir dənə baxın, kömək eləyin də, mən tək qalmayım. Pin input şeyin pini, nə deyirlər? Kart pinini istəyir. Kart pinini daxil edin. Sonra Sonra balans. 2 nöqtə yaddan çıxdı. nə? 2 nöqtə. Hesabdakı pul. Kömək eləyin də. Bəs mən nə deyirəm? Hesabdakı pul. Balansı daxil edin. Hmm. Kart istəyir. Kart Kart nə? kart var ya yox. Bunu istəyir. Kart var ya yox. Müəllim. Hı. 3-cü sətirdə kart pini daxil edin yazmısınız. Orada 2 nöqtə qoymamışsınız. Qoşu nöqtə. Harda? 3-cü Pin. sətirdə. Elə şeylərə boş verin. O olmasa olur ki. Olur. O stringdir. Kart var yoxsa yox. Var yazacaq ya da yox yazacaq. Düzdür. Hə. Əsas işləmə mexanizmdir. O sözlərə fikir verməyək. Sonra Bloklanıb. Hesab bloklanıb ya yox. Sonra kredit bu. VIP. VIP müştəri var ya yox. mən niyə yaza bilmirəm? Sonra Sonra kredit borcu. siz bilən oradan çıxmayın. Ora baxın. Burası asan. Mən test edeyim, mən yazım. Borc var ya yox. Günlük limit. Maksimum çıxa biləcəyi pul. Biz limitə nə yazaq? Maksimum limit yazaq da belə. Eləyə gedək. Ondan istəyək limiti. Maksimum çıxarda biləcəyim pulu nətər istəyirəm? Nətər yazmışdınız siz bunu tapşırıqda? Mən qısa yazmışdım. Maksimum limit, max limit belə bir şey. Bildim, dəyişən adını demirəm. Inputda nə istəmişdiniz, nə yazmışdınız? Mən VP içinə hə yazmışdım. Bu Var aç yazayım. deyil. Mən VP yazmışdım ki, bərabərdir hə. Belə yazmışdım da mən maksimum limit 2 nöqtə, bir də miqdarı, pulun miqdarı. Biz pulu biz yazırıq, o yazır. Biz yazırıq da. Məncə biz yazırıq. Bir də sadə soruşur. Bax, deyir ki, istifadəçidən bu məlumatları alırsan. Verirsən demiş.
Hə də axırda elə bil enter basanda pulun miqdarını biz Biz yazmalıyıq bunu da. biz deyirsək daha məntiqli olar da. Limit. Gedə görə başımıza ağrıyor. Sonra saat neçədir? Əməliyyat. Əməliyyat, məbləğ, target user. Sonra məbləğ. Pulun miqdarını istəyir. Və bu depozit götürür, nə bilim çəkir, atır, onu bilmirik də. Yox. Bir də target user. Kimə göndərir? Yazaq. Kimə? Bizim dildə. Burada hər şey okey deyib. Okeydir. Əsas bundan sonrası. Burada məlumatları aldıq. Deməli, username səhvdirsə nə deməkdir? Bunu necə fikirləşdiniz? Username səhvdirsə, məsələn, username-ə bir kod qoyuruq, ad qoyuruq. Məsələn, admin. O adminin yerinə nə bilim başqa bir şey yazırıqsa, bu səhv gedir. Əgər elədirsə, username səhvdir. Mən NAT yazmışam. NAT username or password Mən NAT. belə bir user adlı list yaradıram. Deyirəm ki, məsələn, tutaq ki, dırnaq güzel. Yeni bir biraz maraqlı hala gətirmək lazımdır. Tapılır. Kreativlikdən istifadə etmək lazımdır. Düzdür. Kim qaldı? Əli. Əli bunun icazəli deyil. Bunlardan ancaq biri olmalıdır. User. Sonra password. Burada biz password alacağıq da, burada harda? Burada alacağıq. Password aldığımız bunun adı nə yazaq? Password. Müəllim, mən belə düşündüm ki, password səhv olanda print eləsin. Düzdürsə o birisi Password səhvsə deyəndə buradakı passwordla bunu qarşılaşdıracağıq. Bax, buradakı passwordla gəlib düşəcək. Məsələn, 1 2 3 4. Biz bunu adını elə qoymaq ki, eyni dəyişən adı olmamalıdır. Password Correct yazaq da, düz belə bir şey. Correct. Düz olan password nədir? 1 2 3 4 5. Belə bir şey yazaq. Bunu da düzəltdik. İndi burada birinci yoxlama budur. Bunlardan birini yazmalıyıq. Gəlin də onu düzəlt. Başa düşdüm. Username ilə bərabərləşdiririk. Daha doğrusu bərabər deyil. Deməli burada username, bax, indi bax, username.
Bərabər deyil üzrə. Bərabər deyil yox. In user. Yəni onların içindən biridir yoxsa yox. Əgər onlardan biridirsə, hə, düzdür. Bu userlər bizim istifadəçilərimizdir. Hə, in In qaydasında. yadınızdadır da, biz if-də keçmişik. Hə. In əgər onlardan biridirsə, buraxacaq içəri. Və bizim ikinci şərtimiz nədir? Password səhvdirsə, password bu bir şərt, düzdür? Bir dənə də bunun yanına yazıram and password bərabər 2 bərabərlik password daha doğrusu hələ password correct burada var. Bu ikisi ödənməlidir ki, biz nəsə davam edirik. Bura qədər problem var. Yox. Nice. Hə, nə çıxmalıdır? Davam edirik. Mən hələ ki bura pəs yazıram. Eləcə pəs onun üçündür ki, görsən avtomatik keçdi ifin hissəsinə. Else deyirəm print Giriş olmadı. istifadəçi yox, realda necədir? İstifadəçi adı və ya şifrə Yanlışdır. Düzdür. Deməli, indi mən bütün kodlarımı bura yazmalıyam. Əvvəl biz o qapıdan içəri buraxmaq üçün bu iki şərt ödənməlidir. Username yazdığı username bu userin içərisindəki biri olmalıdır. Passworddakı həmin 1 2 3 4 5-ə bərabər olmalıdır. İndi bunu biz yenə listə də yaza bilərik. Güya ki, başqalarının passwordları və yaxud da dictionary yarada bilərik. Hüseynin passwordu ayrı, Elvinin passwordu ayrı. Əgər Hüseyndirsə onun passwordunu daxil etməlidir. Biraz daha çətinləşdirmək olar, amma biz hər şey sadə gedək də bu hissəni. Səsləri bağlayın zəhmət olmasın. Çox səs gəlir. Səsi ancaq danışanda açın. Belə, indi mən bütün kodlarımı buraya yazacağam. Deməli, username doğrudur, password doğrudur, biz buraxdıq içəri. Bu ES-lə işim yoxdur. Sonra bloklama. Əgər bloklanıbsa, bloklanmış adam heç nə edə bilməz. Düzdür. Əgər bloklanıbsa, bloklamanı biz necə yoxlayırdıq? Blok, hə, yox düşəcək də. Burada təzədən yazıram. If-in içində if yaza bilərəm də. Blok bərabərdirsə, hə. Burada baxaq da. Bloka nə daxil eləyə bilər? Ya hə yazacaq, ya da yox yazacaq. Əgər həyə bərabərdirsə, Mesela bunu siləcək də, qoy əvvəl yazaq printi, sonra print bunu belə. Bu belə elədi. İndi bunun mütləq ES olmalıdır. Bunu yazdıq burada. Prosta boşa nöqtəsini qoymamışıq. Hə. Bunu mən ES-ini yazmaq istəmirəm. Əgər bu şərtdirsə, blok həyə bərabərdirsə, belə söz deyəcək, çıxıb gedəcək. Yox. Hə olmadı. ES, yəni həyə bərabərdir, yoxa bərabərdir. Onda yenə bir dənə ES açsam ki, bura daxil olaq. Görürsünüz, səliqə ilə gedirik. Burada bizim indi bloklanmayıbsa, kart yoxlanışı. Kart yoxdursa, bu iki şey çıxmalıdır ona. Yalnız depozit eləyə bilər, withdraw və transfer olmaz. Bunlar çıxmalıdır. Və bunu da çıxarda bilərik. Və bunu da kopyalayaq. İndi kart yoxlanışı. Kart yoxlanışı yenə ES-in içərisində. If kartı necə yoxlayırdıq? Kart var yoxsa yox? Var yazacaq ya da yox yazacaq da deyək. Kart. Əgər bərabərdirsə dırnaqda yoxa. Düzdür. Keçdim bura. If'in blokuna keçdim. Tabla ara qoydum. Print. Atdım. Bağladım. Yenə burada belə bir şey yazdıq. Bu ES bura aiddir. Nəsə uzaqlaşdığını görən səliqəsizliyi var. 2 nöqtə qoymuşsunuz şeydə.
if kartdan sonra yox Burada maxında. qoymamışıq. Sonra bu da belə. Burada problem məncə yoxdur. Kart. Burada məsələn nə göstərir? Kartı altından xətt çəkib kart. Yuxarıdakı kartla şeydir, dəyişək salır ha, elə bir şey. Yo. Burada da stringdir. Prosta burada niyə görə xətt düşür? Tam bitirmədiyimizə görə də ola bilər. Qırmızı xəttlər düşüb. Səhv var burada. Blok H-yə bərabərdirsə bu, S yoxa bərabərdirsə dırnaq. Mən burada səhv görmürəm. Yazı gedək, sonra baxarıq da. Deməli, kart yoxdursa, birbaşa çıxartdıq bunu. Əgər kart yoxa bərabərdirsə, əks halda nədir? Qadirəm, yəni if-in eyni hizasına. Çünki kart yoxa bərabərdir, H-yə bərabərdir. Düşdüm aşağı. Buradan başlayacağım yazmağa hansı prosesi? Saat məsələsini. Saat əgər gecədirsə 00 biz bunu necə yazaq? VIP deyilsə eləyə bilər. VIP isə hər şey eləyə bilər. Bizə saat gecədirsə saatla bağlı heç nə keçməmişik. Yəni 2 saatın arasında necə olmalı, onu necə yazacaq? Buna yazmışdınız. Nəsə. Amma mən belə yazmışdım. Məndə o səhv olunmuşdu. 0002.06. Məsələn, onun yerinə mən 9 yazdım. Məsələn, axşam 4-düsə 16 yazmışam. Belə 00 da verəməmişəm də. Mən yazmışdım ki, if əgər saat 6 ilə 0-ın arasındadır and not VIP. Bu burada 2 saat arası işləmişdi, onu işləyə bilməz o. Orada səhv göstərmədi məndə. Səhv göstərmədi, amma işləməyəcək. Gəlib axırlarda idi səhvlər məndə. Deməli, saat gecədirsə, deyək saat yazıram buradan yenə if saat bərabərdir. Bir dənə konkret bir saat yazaq. Boşa nöqtə bu saat əgər və nədir? VIP deyil. Yəni VIP nə deyir? VIP müştərisiniz bəli, xeyr. Deyirəm ki, VIP bərabərdirsə xeyrə. Burada nəsə problem var. Saat falan düzəltdi, o heç. Nəsə belə qeyri-adi bir şey görürsünüz. Mən eləmişəm qeyri-adi. Ring. Nə deyir elimdə? Gecə əməliyyatları məhdud. Tam gördüm. Bir anda dırnağımız düşdü. Gecə əməliyyatlar məhduddur yazdıq. Yox, əgər bu bizə ikisi də, yəni nə olmalıdır? Bunun ikisi də false olsa, yox, ikisi də true olacaq da. Saat buna bərabərdir və bu da xeyrə bərabərdirsə, iki şərtdə ödənirsə bunu verir. Düzdür? Bunu and-lə yazaq, yoxsa or-la yazaq? Nə fikirləşirsiniz? And-lə. Çünki şərtə görə and idi. Baxaq görək. Əgər saat gecədirsə, VIP deyilsə budur. Əks halda biraz nə deyə bilər? Burada deyək ki, məsələn, VIP xeyrə bərabər deyil. Amma bu şərt ödənib. Onda yenə bizə false verəcək bura. Onda bura işləyəcək. Düzdür. Düzdür. Hər şey edə bilər. Print hər şey edə bilər. İndi yox, saat buna bərabərdirsə, yəni burada else yox. Çünki konkret bir şərtimiz var da, VIP bəli olmalıdır. Yəni bunu eliflə eləyək. Elif VIP bərabər bəli. Nə yazarıq? Printə. Hər şey edə bilər. Yazıb orada.
VIP hamısını eləyə bilər, düzdür. Belə, elif yazdıq, onu da bağladıq. Bütün əməliyyatları edə bilərsiniz. Və bütün əməliyyatları eləyə bilərsə, deməli, mən bura hansısa bir kodlar yazmalıyam da. Bunu elədik. Əməliyyat hissəsi. Əgər withdraw daxil eləyibsə, pin doğrudur. Pini yoxlayırıq. Əks halda, bax, belə hissə gedir. Əslində, bu demək olar, 50%-ni eləmişik. Yarısına qədər nə eləsə eləyərik. Deməli, VIP isə hər şey eləyə bilər. Deməli, biz içsə buraxırıq da. Buradan hər şey edə bilərsiniz və bundan sonra artıq var. VIP bəli. Bura bizim gəlməyimiz üçün nə olmalıdır? Burada şərtlər hamısı ödənməlidir. Blok olmamalıdır. Görürsünüz, yəni məntiqlə düz gedirik. Və biz bundan sonraki mərhələyə keçirik. Əməliyyat hissəsi. Əməliyyat hissəsini biz necə yazmışdıq? Əməliyyat. Bu 3 sözdən birini yazacaq. Düzdür. Bizdən burada nə istəyir? Deyir, əgər withdrawdsa, onu da yazır. Əgər withdrawdsa nə deməkdir? If əməliyyat bərabərdir withdraw. Yuxarı getdik. Əməliyyat və 2 bərabərliyinə withdraw. Yazdım. Buna bərabərdirsə, If pini soruşur deyəsən. İndi pin doğrudur. O məsələ gəlir. Yenə if. Nə olsun da içsə. Yəni məntiq bunu bizdən bunu istəyir də. Pin doğrudursa nə deməkdir? Baxaq bir dənə pinimiz var. Pin daxil edin. Biz burada pin yaratmamışıq da, düzdürmü? Məsələn, pin olsun 4 dənə 0. Pin yenə buradan bir dənə belə bir şey yazaq. Correct. Bərabərdir 4 dənə 0-a. Belə bir pin də var da, indi göy ki, belə qoyublar. Pin bərabərdirsə, pin correctdə, düzdür. Bu halda nə baş verməlidir? Əks halda yox stop yazacaq, onu da yazaq. Bir dənə pass yazaq. Keçdim yenə bu ifin içərisində, çünki bu buna aiddir. Bu else print yox düzdür. Bunu da elədik. İndi pass yerinə yazmalıyıq bura. Burada kredit borcu varsa bu da ayrı. Bax, yox stopu verən haradır? Bu hissədir də. Yəni pin correctə bərabər deyilsə, birbaşa bunu verməlidir. Bu hissə isə kredit borcu ayrıdır. Bu da kredit borcu varsa və pul 100-dən çox istəyirsə, pulu biz yenə istəmişik də, düzdür? Harada istəmişik? Baxaq. Limitdə istəmişdik, yoxsa harada? Məbləğ istəmişdik də. Deməli, bu iki şərt var da, kredit borcu var deyək. Onu nətər yoxlayaq? Deyən yazaq. If nətər yazaq? Yuxarı qalxıram. Borc. Borcanı. Borc. Bəli, xeyr yazacaq. Borc bərabərdirsə. Bəli. Sonra ən, çünki ən söhbəti var burada. Nə istəyir? Məbləğ bərabərdir nəyə? Məbləğ Böyükdür 100-dən. Yazmışam, böyükdür 100. Bax, bu pul deyir. Yəni istədiyi pul da yəqin ki, yoxsa varsa və pul 100-dən böyüksə, bu nə deməkdir? Hansı puldan söhbət gedir? Yəni çəkmək istədiyi məbləğdən söhbət gedər, ümid edirəm. Məbləğ
böyükdürsə, prosta int, yox, bir dəqiqə, belə yazacaqlar. Int məbləğ, çünki bura string düşür. Böyüksə 100-dən. Bu halda biz nə etməliyik? Bu halda nə etməliyik? Olmaz sözü çıxmalıdır. Print dırnaqda olmaz. Belə. Bunun əksi hal nədir bəs? Else. Else gedeyim ki, else'in də içərisinə keçək. Əks halda bir dənə də bizdə nə yazır? Balans çatır. Balans. Üçüncü yoxlama var burada. Balansa baxaq görünəz. Balans. Balansı daxil edin. Hə. Balans çatır nə deməkdir? Sənin balansın var və çəkmək istədiyin məbləğ var. If. Əgər bunun belə deyək də borcu varsa və məbləği 100-dən çox istəyirsə, ümumiyyətlə buna pul verməlidir də. Bizdən indi nə istəyir? Deyir ki, balans çatır. Deməli, əlimizdə nə var? Bunun balansı var, bir də çəkmək istədiyi pul var. Düzdür? Balans, yenə yazıram, int. Balans, düzdür? Kiçikdirsə, nədən? 100-dən, şeydən, məbləğdən. Int məbləğdə. Int məbləğ. Bu halda nə yazırıq? Bu şərt ödənərsə, yəni balans məbləğdən kiçikdirsə, məbləğ nədir? Çarpmaq istədiyi məbləğdir. Pulun miqdarı. Balans kifayət deyil də, belə bir şey yazmaq olar printdə. Print. Balans kifayət deyil. Onu qoyduq. Sonra, indi biz hardan davam edəyik? Burada gəldik, indi isə if, sonra bunun da elsin yazıram da. Çünki əgər məbləğ kiçik deyilsə, onda elsin. Bax, burada mənə rahatlaşdıran nədir? Rahat yoluma aparan nədir? Bu if olmasa keçirəm elsinə. Olmasa keçirəm. Onsuz da if'i varsa elsi də var. Prosta məntiqi düz yazmaq lazımdır da. Hə. Elsində nə proses gedəcək? Əgər oldu. Limit keçir. Limit keçilir. Limit şahid sal. Burada yəni təzədən yazıram if. Eyni söhbət gələcək burada. Int. Prosta oradan gələn rəqəmləri yadda saxlamaq lazımdır ki, çaşmayasınız da. Limit nə idi? Min. Və limitin özünü də hesablayırıq. Limit. Çünki limiti yuxarıdan dəyişmək də olar da. Bunu bu formada yazdıq. Böyüksə if'in içərisinə keçdim. Blokundayam. Çünki bax burada ara var. Limit keçilirsə, deyir, əgər hədsə stop. Print. Burada bir dənə məntiqi tutmaq lazımdır. Stop. If else gedirsən. Yaxşı, bax, bu if'in də elsinə mən yaza bilərəm də. Düzdür. Bunun elsində nədir? Təzədən bir if yaza bilərəm. Pulun 10 qatıdır. Yox, stop. Pulun 10 qatıdır nə deməkdir? Yəni, qüvvətdən ona vururuq da məbləği. Məbləğ. Ona böləndə 0 olsun. Necə yəni? Ona böləndə 0-a bərabərdirsə yazmışam mən, nə yazmışam? Mənə çatmadı bu hissəsi, bir saniyə. Pulun 10 qatıdır. Məncə də elədir, ona bölməliyik. Məbləğ bölünsün faiz fərqlidirsə 0-dan print stop eləsin. Int ilə olmalıdır. Bir məbləğə nə düşür? String. Məbləğ. Prosta burada if olmalıdır. Mən bunu elə eləmişəm şey. Mənim mani.
məbləğ. Pulun 10 qat deyəndə hansı puldan söhbət gedir burada? Mən burada nə yazmışam? Mən də orasını qarışdırdım. Mən o şeydən soruşmuşdum ChatGPT-dən o sözü, o cümləni ki, burada tema nədir, mövzu nədir, nə demək istəyir? Dedi ki, o faiz işarəsində ona böldürük, sıfıra bərabər deyil, sıfır. Belə bir şey yazmışdı. Oradan görmüşdüm mən o məntiqi. Sənən yazır. Nə idi? Məbləğ faiz 10 Ona böldük sonra. bərabər deyil, sıfıra. Hepsi altdan Ona da böləndə faizlə bölürük ona. Bəli. Qalıq Mən belə bölmüşəm ki, qalıq qalıq sıfıra bərabər sıfır. olmamalıdır. Bəli, çünki deyir sıfıra bərabər deyilsə stop. Qalıq söhbəti demir axı 10 qatıdır. Yəni ki 10 qatı deyilsə stop olsun. hə də bu Ha. elə bir sıfır olmayanda 10 qatı olmur da, şeydir, deyil, yəni. Əksi ehtimaldır. Nə deyir eləyək də. Bizə nə fərqi var? Nə istəyir? Bunun da prosta burada mən boşluq qoymuşam, qoymamışam, bilmədim. Saat. Burada olmalı da bu bit. Burada araba boşluq yoxdur axmacı. Yes. Görə indi birazdan görəcəyik mən. Burada düzəldi. Listə nə yazırıq? Stop verdik. Əgər VIP və pul böyükdür, bonus mesaj. Əgər VIP və pul böyükdür. Bonus mesaj. Bonus mesaj nədir? Əgər VIP bonus aktivdir. Belə bir şey, is active. nəyə aktivdir? Şeydə, elə bir necə deyim, əgər VIP və çoxlu pul varsa, deməli VIP aktivdir də, yəni o otaqlar. Onun burada çarpmanın mənası yoxdur. Məbləğin 10 qatı deyilsə stop. Biz bura nətər gəlib çatacaq o mənə maraqlıdır. Əgər Elə burada elə dayandıraq, elə şey keçir depozitə. is bəs yazdım. Biz indi harada qalmışdıq? Withdraw idisə, o hansı hissədir? Bir dənə ona baxaq. Əməliyyat withdrawsa, bunun e'si hanı? Fikir verirsiniz, bu if-in əsas məntiq budur ya. Bu if-in aşağıda boşluq var. Bu nə boşluqdur? Burada bir şey kod var. Yoxdur. Düşdüm aşağı. Mən necə edeyim ki, bu if-in e'sinə düşüm? Elə həmin ifin altdakı xəttinin aşağısına else yazaq. Prosta indi bu e'sdə nəyə aiddir? Buna aiddir. Biz bura lazımdır və onun altına gəlməliyik ki, o blokda olaq da. Belə elədim, düzdür. Düşdüm aşağı. Onun altına gəlməliyəm. Bu ifin içərisində olmalıyam, amma qalan iflərin çölündə olmalıyam. Gəldim ora. Bununla eyni. Withdraw-a bərabər deyilsə, baxaq xəttinə. Görsən withdraw. Eyni şey bax burada. Bir də bir bu formada gedirsiniz. Bax belə. Withdraw-a yox, bu səfər nəyə bərabərdir? Deposit. Deposit. Yazsın. Bir də burada da o həmin proses gələcək. Ifin içərisində iç-içə gələcək. Biraz eləyək. Sonra axırını siz tamamlayacaqsınız. Çünki vaxtımız da çatmayacaq. Pul depozit. Pul düzgündür. Düzgün ədəddir. Sıfır və ya mənfidirsə olmaz. Yəni, depozit pul əlavə eləmədən söhbət gedir də. Əgər bu depozitə bərabərsə yenə yazıram. If
Pul nədir burada baxaq. Pul. Yəni depozit 0 və pul düzgün ədəddir. Yəqin ki, məbləğdən söhbət gedir. Biz onu məbləğlə yazmışıq. Int məbləğ. Bir dənə bu inputun içərisinə diqqət eləyin. Böyük olmalıdır 0-dan ki, mən prosesi davam elətdirim. ESC vursam onu gedir ekrandan. 0 mənfidirsə əgər 0-dan böyüksə proses yenə gedəcək. Bax, burada mən yenə 2 dənə boşluq qoyduq. Burada yazaq pəs, hələ ki davam edək. Enter düşdüm aşağı. Bunun E-sinə yazan nə? Print olmaz. Yazdım bunu. İndi pəsini buradan olar. Çox böyük puldursa, əgər yenə burada 2 dənə şərtimiz var. Yenə pəsin əvəzinə həmin şey yazıram. If nədir? Məbləğ 10.000-dən yuxarıdırsa və VIP deyilsə olmaz. Int məbləğ böyükdürsə 10.000-dən. Limitimiz əslində bizim orada yazılmışdır. Və nə isə deyib 2 bərabər xeyir yerə bərabərdirsə düşdüm yenə ifin daxilinə və boşluqla həll elədim. Burada proses nə olmalıdır? Əgər məbləğ 0-dan böyüksə, əla. Gəldi, amma yenə məbləğin 10.000-dən yuxarı olmasını yoxlayır. Ümumiyyətlə, məbləğ 0-dan böyük deyilsə, mənfi filandırsa, birbaşa bu ifin E-sinə baxın, görürsən xətlə. Print olmaz. Bunu başa düşməyən var. Bu 0-dan böyüksə, buraxdı içəri, amma 10.000-dən böyük olmasını da yoxlayır. Bu da ayrıdır. Yox, başa düşdüm mən. Fatimə Könül, sizdə nə vəziyyətdir? Mən başa düşdüm müəllim. Burada videoya baxa-baxa yazarsınız. Məntiqi başa düşsəz, axıra qədər belə rahat gedəcəksiniz. Yəni, oyuncaqdır bəsdir. Sadəcə məntiqi tutmaq lazımdır. Deməli, əgər bu şərtlərdirsə, yenə mən if yazmışam. Bu şərtlər ödənir. Deməli, ya 10.000-dən böyükdür, ya da ikisi də 10.000-dən böyüksə və VIP xeyirdirsə, o icazə verməyəcəyik biz buna. Olmaz, yenə çıxdı da. Amma burada ümumiyyətlə printlərin içərisinə mən siz baxanda belə yazmayın. Konkret bax, məsəl üçün də, məsələn, deyir ki, bu ifin E-si nədir? Bax, bura baxın. 0-dan böyükdür, 0-dan kiçikdirsə bu düşəcək də, bura çıxacaq da. Siz belə olmaz yazmayın. Çünki niyə görə? İndi mən tez-tez eləyirəm, yazıram. Çünki səhv salmayaq da, yəni. Siz məsəl üçün vurdunuz, yaza gedirsiniz, inputlara daxil edirsiniz, gördünüz ki, olmazsa, başa düşməyəsiniz ki, olmaz nədir? Konkret bax, bunun şərtini yazın. Yazırsan ki, daxil etdiyiniz məbləğ 0-dan kiçik olmalı deyil. Sən burada bunu çıxardırsınız, başa düşəsiniz ki, məbləği mən səhv daxil eləmişim, nəyi səhv eləmişim. Mən burada prosta olmaz yazsam ki, əsas strukturu görün, içini siz səliqəli yazarsınız. Transferə keçir də. Olmaz. Bunun olmazı bildik. Burada gəlirəm bir də nə yazıram? Elif. Bu belə situasiyada elif yazırıq. Çünki niyə görə? VIP-dirsə hər şey olar. VIP-dirsə VIP belə də yaza bilərik. Bax belə. Bərabər. Hara getdim? Bərabər deyilsə nəyə? Xeyrə. Bərabər deyilsə, burada çıxardırsınız ki, məsələn, print sənə hər şey olar. Bunu da belə yazdıq. Bununla da işimiz qutardı. Yaxşı, mən indi istəyirəm ki, təzədən transferi məsələsinə. Bax, yenə qayıdıram hara?
Yuxarıda depozitlə eyni şeyə, xəttə. Hə, depozit burada baxıram. Depozitlə biz bayaq nə etmişdik? If deməli, baxaq. Müstəqil bunlar ayrı-ayrı şeyə baxmışdıq da, withdraw düzdür. Bax bu xətt gəlir bura qədər. Əməliyyat depozit. Təzədən indi mən bir dənə edirəm. Gəlirəm bax bunların ən aşağısına. Elə burada hansı if eyni. Çünki bunlar belə deyim də sizə, eyni qüvvəyə malikdir, başa düşdünüz? Bu if bax alt-alta ifdir bunlar. Burada deyək də. Bu if ödənməsə gəlib bura baxacaq. Görəcək depozitə bərabər deyilsə, gələcək bu ifə baxacaq. Depozitə bərabər olsa bu kodlar işləyəcək. Hətta bunları eliflə də yazmaq olar. Məsəl üçün depozitlə o Eliflə biraz çətin olacaq, amma belə ifnin bax fikir verir. Bu if yazıbsan, şərtlərin yazdın, düzdür? Şərtlərin yazdın, sonra bu iflə eyni müstəqil səviyyədə hansı var? Depozit olan. Onu da gəlsən bax bu xəttdə, eyni hizada yazırsan. Bu xəttə elə onun üçündür, bu iş üçündür. Yəni bunlar da bunun da belə bir senarisi var. Bu senaryoda qutardı, gəldin. Burada da o birisi if yazsan. If asandır. Transfer. Transferi biz necə bilirik? Transferə bərabər olmalıdır əməliyyat sözü. Tabii getdi. Çətin bir şey var. Əməliyyat 2 bərabərlik transfer isə bunu amma biraz da qəşəngləşdirmək olar da. İçindəki sözləri daha çox yazmaq olar, başa düşülən yazmaq olar. O formada gözəlləşdirmək olar. Belə bir bankda da tapşırıb sizə ki, mənim proqramı sən yaz. Göndərilən user var. Bax, yenə user yoxlanması istəyir. User yoxlanması düzdür. Biz eləmişdik ümumiyyətlə. Pin doğrudur. Bunların əksini biz eləmişdik. Yenə içərisində eləyə bilərik də. Gecədir, pul çoxdur filan. Əgər hər şey düzgündürsə, balansdan çıx. Əlavə et. Çıx və göndər. Əslində sonlardayıq. Bizə nə lazımdır indi? Bu hissəni məncə bu hissə asandır. Prosta bunu iç-içə eləyir deyə ötürə bilmirik də. Transferə bərabərcə gör nə deyir. Göndərilən user var. Yenə nə yazıram? If user name. Biz görək harda user name istəmişdik də burada düzdür. Adı daxil edib. Ad harda olmalıdır? Userlərdən biri olmalıdır. User name illə yoxlayıram. Bir neçə dənədirsə user listinin içərisindədirsə əgər bizi buraxdı. Əks hesabı. Yenə bura pass yazırsınız. Bax, pass görün nə qəşəng. Bizim işimizi rahatlaşdı ki, mən o pass yerinə qayıdıb nəsə yazacam da. Burada bax, belə də yazmaq olar. Username in user. Əgər şərtdə biraz iç-içəni azaltmağa gəlin fikirləşək. Necə eləyək ki, bunların hamısı pin doğrudur falan. Hamısını yoxlayaq. Əks halda else düşdündə. Prosta bir dənə məsələ odur ki, hamısında yox stop çıxacaqdır onsuz da. Burada məsələn fərqli bir şey eləmək istəyirəm. Məsələn, user var, yox, pin doğru olması, bir də balans çatır. Bunların üçünü mən bir if elsən həll eləmək istəyirəm. Username in user. Bunların içərisində varsa, yoxdursa nə çıxacaq? Boz çıxacaq da. Bunlar indi necə eləyək? Bax, belə deyək. Əgər endlə versək, üçündən biri OK deyilsə ki, düşəcək else. Mən B-ində canlım. Pin doğrudur. Pini yoxlamaq lazımdır. Pin. Baxaq, pin burada yazıb. Bu pin korrektə bərabər olur. Yazıram. Pin bərabərdir. Pin correct. Prosta pin, hansı pin olmalıdır? Hansı pin olmalıdır? Integer pin olmalıdır. Hamısı inputdan gəldiyinə görə. Bu mənim ola bilər yuxarıda belə bir səhvlərim olub. Ola bilər yuxarıda belə bir səhvlərim olub. Onları siz diqqət edin. Əgər rəqəmlə müqayisə edirsinizsə, bərabərdir. Pin correct. Siz onu necə eləyəcəksiniz? Hamısını integer funksiyasının içərisinə alacaqsınız. Bir dənə də end. Üçüncü şərtimiz nədir? Balans çatır ya yox. Balans çatır. Hamısında yox stop çıxacağına görə üstündə yeni şey elədim.
Balans satır, hə. Balans satır deyəndə nədir? Baxırıq. Balansı və məbləği müqayisə edirəm. int balans özü verir. Balans kiçikdir məbləğ, elə yoxdur Balans kiçikdirsə məbləğdən. int məbləğdən. Belə bilən çox şey aydın oldu ki sizə. Bəli. Hə. Bunlardan əgər kiçikdirsə, balans məbləğdən kiçikdirsə, biz burada düz qoyduq bu məntiqi. Yox, biz elə eləmək ki, düz ödənənləri yazaq da bura. Yəni balans məbləğdən böyükdürsə. Yəni hər şey qaydasında getməyi nə bilirik ki biz? Böyükdürsə int məbləğ düzdür. Bu formadadırsa. Bunlar hamısı okeydirsə bura gələcək. Əks halda düşdük elsin içərisinə. Buradan Olmaz elə bir şey. int yox olmaz çıxartdıq. Burada yenə bizim boşluğumuz var məncə. Yox, burada boşluq yox. Est. Bu nə yox olmaz. Əgər bu ödənirsə hansı proses getməlidir? Əgər əgər Şeydir, OTP kod. Bu telefonlarda olur, bir 30 telefonlardan biz pul çox böyükdür. İndi bu göndərmək istəyir də arasa yoxsa çəkmək istəyir? Hansısa nömrəyə məncə göndərmək istəyir ki, doğrudur yoxsa yox. Ay sağ. Burada yazırıq. Pəsin əvəzinə deyirik ki, if int məbləğ böyükdürsə 1000-dən. Düzdür. Böyükdürsə nə baş versin? Desin ki, OTP integer düzdür. İçərisində input onun da içərisində OTP kodu daxil edin. Telefona gələn koddan söhbət gedir də. Bunu mənimsətdi yoxsa bərabərləşdirdik? Bunu mənimsətmək. OTP adlı bir dəyişəni mənimsələcək bunun içərisində. Yəni buradan integerə OTP içərisinə o düşəcək. Belə. OTP yoxlanması falan əgər varsa ehtiyac yoxdur məncə burada. Əgər gecədir, pul çoxdur, VIP deyil. Bax. Burada 3 dənə end gedəcək. Bu 3 şərti yoxlayırsınız. Orla yoxlayırsınız. Yox, belə deyək də. Gecədir. Siz belə deyirsiniz. Bax bunu bu vəziyyətdə bax bu ardına yazacaqsınız da. Buradan yazacaqsınız bax buradan. OTP-nin altından. Buradan nədir? Yazırsınız if bu üçünü yoxlayırsınız nə ilə? Enddən amma olmamasını. Yəni gecə deyilsə, pul bundan çox deyilsə, VIP deyilsə. Bunu niyə görə bilirsiniz? İndi məntiqi orada qurmaq olar istədiyiniz kimi. Yəni bunlardan biri əgər okeydirsə, yəni biri həqiqətən də ödənirsə, bizə false true cavabı qayıtsın. Deyən deyirəm, siz burada özünüzə uyğun daha rahat yolla da gedə bilərsiniz. Bu üçündən biri okeydirsə, sizə əməliyyatda blokla sözü çıxmalıdır. Başa düşdünüz? Belə. Bir dənə bax bu hissəsi qaldı. Bunu da sabaha qədər eləyə bilsəz, eləyərsiniz. Eləyə bilməsəz, biz bir yerdə baxarıq. Mənim ilişdiyim tərəf buraydı.